Yaz fəslinin gəlişi iqtisadiyyatın bir çox sahələrində canlanmaya səbəb olur. Buna avtomobil bazarı da daxildir. May ayında avtomobil alışı üçün o qədər də uğurlu hesab olunmadığı üçün bir müddət idi ki, bölgənin ən böyük avtomobil bazarı sayılan Əliyabad maşın bazarında da durğunluq hökm sürür. Bəs bugün bazarda vəziyyət necədir? Qiymətlər dəyişibmi? Daha çox hansı avtomobillərə ehtiyacın olduğunu öyrənmək üçün maşın bazarında satıcı və alıcılarla həmsöhbət olduq. Bazar pis deyil. Prosta soruşurlar, yəni alıcılıq zəifdir belə. Öz maşınımdır, şəxsi maşınım 4700 manat deyirəm. Yəni razılaşma da olacaq. İli də 2001-ci il. Gəlmişik inşallah bu 06 markalı maşınımızı sataq. Alıcı yoxdur. Səhərdən dayanmışıq 2 saat olar. Yəni alıcı sıfıra bərabər. Gəlirlər, gəlir maraqlanır. Hiss eləyirsən ki, alıcı deyildi bu. Ya vaxt keçirmək üçün gəlib. Nədirsə bilməm. Gəlmişik satmaq istəyir inşallah elə gözləyirik. Alıcı qıtlıqdır. Yəni heç bir yerdə alıcı yoxdur ümumiyyətlə. Alıcı da gəlir məsələn 1500-ə, 2000-ə, 011 zad axtarır, yəni ucuz maşın axtarır. O da yəni il aşağı 74-75-in də maşınlarına həm özüm deyək ki, maşın satıram, həm də alıcı kimi gəlirəm maşınlara baxmağa, həm şey eləməyə. Görürəm ki, məsələn il aşağı maşınları satırlar 5500-ə, 6000-ə, yəni təklif eləyirlər o qiymətə. Bazarda real qiymət deyən yoxdur. Real qiymət məsələn deyək 1500-lük maşına 5000 deyirlər, 4500 deyirlər. Bu da yəni alıcıları bazara gəlməkdən çəkindirir. Satıcıların sözlərinə görə bazarda əsasən köhnə Sovet və Rusiya istehsalı maşınlarına tələbat olsa da alıcı yoxdur. Maraqlananlar da qiymətini çox aşağı istəyirlər. Satıcılar ümid edirlər ki, qarşıdan payız fəsli gəlir. Fındıq, qoz yığımından sonra avtomobil alanların sayı artacaq. Vüqar Heydərov, Əhməd Fərrixoğlu, Nuray Qədirli, APA TV, Zaqatala.